Bu, insana aid ilk rentgen kağızıdır. Kağızda görünən əlin sahibi isə icadçının həyat yoldaşıdır. 1895-ci ilin noyabrı Wilhelm Konrad Rentgen laboratoriyasındakı təcrübə zamanı elektron hissəciklərinin sınaq borusunun şüşəsinə dəyərək fluoresan adlanan parlamalara səbəb olduğunu görür. Təcrübəni dəfələrlə təkrarlayan Rentgen tutqun səthdən keçə bilən yeni bir şua tapır, ixtirasına X-ray adı verir. Kəşfini ilk olaraq həyat yoldaşı Anna Berta ilə paylaşır. Alim elə Annanın köməyi ilə ilk dəfə şuanı insan üzərində təcrübə eləyir. Qadın əlini radioaktiv maddə ilə fluoresan lövhənin arasına qoyur, 15 dəqiqə tərpənmədən gözləyir. Beləcə, onun əl sümüklərinin ağ-qara fotoşəkli çıxır. Bir ay sonra milyonlarla dollar dəyərində olan ixtirasını ictimaiyyətə açıqlayan alim bu insanlar üçün pulsuz olmalıdır deyərək ödəniş istəmir. Maraqlıdır ki, 1901-ci ildə fizika üzrə Nobel mükafatı alan Rentgen ömrünün son illərini yoxsulluq içində keçirir. Bəziləri bu kəşfi müasir fizikanın başlanğıcı hesab eləyir. Rentgen şüaları kompüter tomoqrafiyası, ultrasəs və maqnit rezonans kimi görüntüləmə cihazlarının ixtiralarına səbəb olub və kosmos tədqiqatlarında istifadə olunur. Siz isə maraqlı videolar üçün kanalımıza abunə olub bizi izləməyi unutmayın.